Bunun satışı neçə idi? 15 manat. 15 manatı yox, cəmi 3 manata. 3 manata Teymur Store mağazasının açılışına özel olaraq. Budur. İndi bunun şəklini göstərəcəm, qurmaq lazımdır. Qurmaq da asandır, bax belə. Veşilkadır, askıdır. Paltarı asırsan buraya, paltarın falan. Fen kimi qızdırır, paltarın belə bir şey yaş olmada quruyur. Böyük endirimlər varmısı gəlimdən zəhmət olmasa. Bax, 2.50'ye onsuz da biz bunu ucuz satırdıq. Baba 2.50'ye. İndi neçədir? 1 manat 50 qəpiyə. Təmiz Türkiyədir. Endirimlərimiz doludur. Bax, çox endirimlərimiz. Bax, bu da buna bax, sayda varımızda 1 manata düşdü. 7 manat idi, 5 manat idi, 1 manata düşdü. Setka, suşulka için bax. Videosunu ətrafı çəkmişəm bunun. Yok işi var 1 manata. Geniş seçim endirimlərimiz, geniş mağaza hər şey var. Teymur Store. Baba, paskada neçədən olur? 2, 3, 4, 5. Arada bir 20 tane, en azı 20 tane var. O paska abadosu var. Bunun biri 1 manat idi. Paskası 1 manata. Paska 1 manata. Paska 1 manata. Şimdi size Teymur Store mağazasının açılışına özel olarak gelin. Ünvan səhifədə birinci videoda. Salam hörmətli istifadəçilər. Teymur Store mağazası artıq açılır. Deməli, bax, xəmir kəsər. Bax belə. Rutinol 10 manat idi. Açılışa özel olarak cəmi 1 manata. 10 manat yox 1 manat. Təmir bükənəzə 2'lidir ha. 10 manat yox 1 manat. Belə endirimlərimiz çoxdur. Hətta elektronda var hörmətli istifadəçilər. Type-C ilə də özdə. Bu da ki cəmi 10 manat yox 1 manata. Zərkəsi yox bunun. 10 manata yox. O da hətta 1 manata. Tələsin dostlar. Sabahdan açılır mağazin. Hörmətli istifadəçilər, Teymur Store mağazası artıq açılıb. Açılışa özel olarak şok indirimlərim var. Hörmətli istifadəçilər demişdim sizə. Deməli, bax, bu lampa, sınmayan lampa. 3.92.90'a hal-hazırda 1 manata. Açılışa özel olarak. Bakın, üstünde USB-si var. Yerə düşür sınmır. Bakın, gördünüz. Bu 1 manata. İndirime düşür. Yalnız açılışa özel olarak 6 bazar gününe. Bak. Ben 3.50'ye mi düştüm? 5 manat idi. 3.50 hal-hazırda 1 manata açılışa özel olarak güneş enerjisini işləyir. Sensorla hərəkətdir. Cəmi 1 manata hörmətli. Ağızqanad öldürən lampiçkalardır. Bax bunlar da 1 manat hörmətli istifadəçilər. 4-5 manat idi. Qoşsan həm işıq yanır, həm də ağızqanad öldürür. Qar yağır qardaşlar, qar yağır. Nərmanova qar yağır. Və bu qar budur. Kesiyanlar ona da hörmətli istifadəçilər, bu ən keyfiyyətlisidir. Bunun 1 manatlıqlarda var. Bu isə 1 manat 80 qəpik böyüdür. Çoxdur içində, həm də çox gözəl iyisi gəlir. Şeylə iyisidir bunda. Teymur Store'da satışdadır. Özü çoxdur, amma qar yağır Bakıya. Sağ ol. Bu bıçaqlar xırda bıçaq çox istəyirsiniz. Ən yaxşılarındandır. 1.50'ye idi bunlar bizdə. Hal-hazırda 1 manatadır. Teymur Store mağazasında. Keyfiyyətli bıçaq istəyənlər taxta qulpunu yapışdırır. Möhkəmdir. 1 manata. Hörmətli istifadəçilər, Teymur Store mağazası artıq açılır. Səməd Vurğun küçəsi 124 deməli. Bax bu dəstənin içində karkası bax budur. 15 manat idi. 9 manat 90 qəpiyə salmışıq. İçində 12 dənədir. 12 dənə keyfiyyətli maldır. Bambu, burası da silikon. Bir dənəsi 1 manatdan ucuz düşür hörmətli. 12 dənəsi var içində. Bir dənəsi 1 manatdan ucuz düşür. 9 manat 90 qəpiyə. Baxın, içində hər şey var. Qaşığı, çəliyyəli, sonra qarışdıranı, götürəni. Rəng çeşidlərdə var. Bunun üstündə nə görürsünüzsə endirimə düşüb. Hər biri 1 manata, 2 manat 50 qəpiyə idi. 1 manata düşüb. Bax, bunlar da 1 manata düşüb. Bu qablar 2 manat 50 qəpiyə idi. Teymur Store mağazasının açılış ölçüləri 1 manat 50 qəpiyə. Və bütün yeni aksesuarlar 1 manata. Hətta burada yağış, bax belə işıqdır, yağış pərdə asırsan 5 manat yox, bu da 1 manata Teymur Store mağazasının açılışına özel olarak. Heç
balaca da deyil, hörmətli istifadəçilər, çoxdur, böyükdür. 28 may metrosundan çıxan kimi 88A nömrəli avtobusa minərək Teymur Store mağazasına gələ bilərsiniz. Mərkəzi bankın yanından keçirsiniz, Heydər Əliyev sarayının yanından dönür. Səməd Vurğun 90 ünvanımız. Düz yanımızda Zabitlər bağı, biraz aralıda Zorca parkı, yaxınlıqda Rusiya səfirliyi, Türkiyə səfirliyi isə düz yanımızdadır. Gənclik metrosundan da 17 nömrə gəlir. Düz Rusiya səfirinin yanına düşüb piyada gələ bilərsiniz. 28-dən isə bu avtobuslar gəlir. Göy məscidin yanında düşərək piyada gələ bilərsiniz. Əgər maşınla gəlirsə Google Map və yaxud da Waze-lə Teymur Store yazaraq gələ bilərsiniz. Bax Əjdər bəy məscidi, yəni Göy məscidin yanından piyada məsafədir. Hər bir müştəri bizim üçün dəyərlidir. Yolunuzu gözləyin. Qoşa mavi binanı keçəndən sonra Maliyyə Nazirliyidir gördüyünüz kimi. Düz onunla üzbəyüz Teymur Store mağazası. Sosial şəbəkələrdə də Teymur Store yazsaz bizi izləyə bilərsiniz. Sağ olun, təşəkkür edirəm.